Allah Teala əmr eləyir qadına ki, örtünsün. Hicab taxsın və hicab da şərii hicab. Məsələn, qadınlar taxmır hicab. Biz Allahdan istəyirik ki, Allah subhanahu wa ta'ala bütün müsəlman qadınlara hicab taxmağı asanlaşdırsın. Allah müvəffəq etsin onları. Bəzi adamlar elə fikirləşirlər ki, yəni bizə irad tuturlar ki, siz hicab taxmayan qadınlara kafir deyirsiniz və onları müsəlman saymırsınız və ya onları yəni özünüzdən kənarlaşdırırsınız. Onları qeyri-ciddi xeyir. Biz Allahdan istəyirik ki, Allah Teala saqqal saxlamayan müsəlmanlara saqqal saxlamağı nəsib eləsin. Sünnəti yaşasın və onu xor baxmırıq. Eyni zamanda hicab bağlamayan qadına xor baxmırıq. Lakin Allahdan istəyirik ki, Allah Teala asanlaşdırsın onu. Nəfsi bahanələri var, görürsən. Biridir, məsələn, məndə zob var. Biridir, bağlayanda boğuluram. Biridir, Allahdan gəlməyib. Biridir, məsələn, mənə nə deyərlər. Müəyyən bahanələr var. Allahdan gəlib. Vallahi. Allah Teala deyir ki, ya eyyuhən nəbiyyü qul li əzvacik və bənatik və nisa'il mu'minin yudninə aleyhinnə min cələbibihinnə. Əl-əyə. Ey Peyğəmbər, yoldaşları var, qızları var və müminlərin qadınlarına, müsəlmanların qadınlarına de ki, hicablarını örtünsünlər. Bu onların tanınmaması və onlara əziyyət verilməməsi üçün daha uyğun, daha yaxşıdır. Allahdan gəlib, Allah da heç nə göndərən deyil. Başqa heç nə gəlməyəcək Allahdan. Allahdan indi bizim kimi və digər müsəlman qardaşlar kimi ancaq səni nəsiyyət edənlər olacaq. Xatırladanlar olacaq ki, dəyərli bacımız, Allah Teala sənə hicabı əmr eləyib, örtünməyi əmr eləyib. Allah Teala səni daha da iffətli istəyir, daha da qorunmaqlı istəyir. Allah Teala səni daha da izzətləndirmək istəyir. Müsəlman olmaqla izzətlənmisən, imanla izzətlənmisən. Namaz məsələn qılır bəzi qadınlar, deyir ki, namazı qılıram, hicabı da bağlayaram, Allahdan gəlsin. Bağla, bağla, onu da bağla. Namaz necə sənə vacibdir? Namazı tərk eləsən, cəzalanacaqsan. Allah sənə cəza verəcək. Hicabı da tərk eləsən, cəza olacaq. Ramazan orucu, maşallah tutur. Ramazan gələndə orucu tutur. Namazı qılır. Bir dənə hicab qal. Onu da bağla, heç kimin qınağından qorxma. Heç kimin danlağından qorxma. Heç kim, yəni mənə birdən deyərlər ki, sən də təslim oldun, qadınlara gələn vəsvəsədir. Sən də təslim oldun. Sənə də bağlatdırdı, o vəsvəsədir vallahi. Şeytandır. Ola bilsin insan cildindədir, amma şeytanlıq eləyir. Dinən təslim oldum, əlhamdülillah.